Əgər sən də biləklərini daha güclü etmək istəyirsənsə, bu göstərəcəyim 2 hərəkəti hər gün evdə 20 dəqiqə olmaqla et. Gəlin birinci hərəkətimizi göstərək. Birinci hərəkətimiz əllərimizi bu vəziyyətdə tutaraq. Baxın, əllərimiz tam belə bu şəkildə yerə dəyməlidir. Barmaqlarımız yerə dəyməlidir. Bu şəkildə edərək 3 setdən ibarət olmaqla 15 təkrar edirik. Gəlin başlayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 təkrar edəndən sonra 10 saniyə fasilə edib ikinci setə başlaya bilərik. Gəl 10 saniyə fasilə edək. Gəlin ikinci setə başlayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. Yenə də 10 saniyə fasilə edirik və növbəti sonuncu setə keçəcəyik. Sonuncu setdə əslində siz 15 dənə etməyə də bilərsiniz, daha çox edə bilərsiniz tükənənə qədər. Mən indi 15 dənə edəcəm, yəni setə uyğun olaraq. Gəlin üçüncü setə də başlayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. Sonuncu set bitdi. Növbəti hərəkətimizə yenə də bilək məşqi üçün, yəni ev şəraitində bilək məşqi üçün ən yaxşı hərəkət olan jim vəziyyətində əllərimizi bu vəziyyətdə tutaraq, yəni yumruq şəklində tutaraq etməkdə olacağıq. Gəlin elə başlayaq. Bu hərəkəti də yenə də 3 setdən ibarət olmaqla 15 təkrar edə bilərsiniz. Amma ən az sonuncu seti tükənənə qədər edə bilərsiniz. Mən yenə də 3 seti də 15 təkrardan edəcəm. Gəlin birinci setə başlayaq. Bax, əllərimiz tam şəkildə yerə 90 dərəcə olmaqla olsa daha yaxşı olar. Çünki bu zaman biləklərimizə daha ağrı verər, daha çox yanğı verir. Bu da bizim biləklərimizin daha da güclənməsinə təsir edə bilər. Gəlin başlayaq birinci setə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. Yenə də 10 saniyə fasilə edirik. Buna deyək ki, siz bu hərəkəti hər gün yox, həftədə 3 dəfə etsəniz, həqiqətən biləklərinizdə əməlli başlı inkişafın olduğunu görəcəksiniz. Sadəcə biraz vaxt fasilə lazımdır. Yəni ilk dəfədə edib heç bir təsir hiss etməsəniz, yəni həm zaman mübarizəni dayandırmayın. Çünki ən azı 1-2 dəfə siz məşq etməlisiniz təsirini görmək üçün. Gəlin ikinci setə də başlayaq. Yenə də əllərimizi bu vəziyyətdə tuturuq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. Yenə də 10 saniyə fasilə edirik və sonuncu setə keçəcəyik. Gəlin sonuncu setə də keçəyin. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. Bəli, bitdi. Əgər sən də belə videoların gəlməyini istəyirsənsə daha çox, o zaman kanalıma abunə olub, yorum yazıb like edə bilərsiniz. Sağ olun, növbəti videolarda görüşənədək.